Giriş. İnsan həmişə cavab axtarmışdır. Lakin onun əsas problemi cavabların olmaması deyil, cavabların parçalanmış şəkildə təqdim edilməsidir. Tarix boyu din, elm və fəlsəfə eyni suallara fərqli istiqamətlərdən yanaşmış. Lakin bu yanaşmalar çox zaman bir-birindən ayrı və hətta zid kimi qəbul edilmişdir. Bu isə insanın reallığı bütöv şəkildə deyil, hissələrə bölərək anlamasına səbəb olmuşdur. Bu kitabın məqsədi yeni suallar yaratmaq deyil. Məqsəd mövcud suallara fərqli baxış bucağı qazandırmaqdır. Oxucu bu mətndə hazır və dəyişməz cavablarla qarşılaşmayacaq. Əksinə, burada təqdim olunan yanaşma onu düşünməyə, əlaqələri görməyə və parçalanmış bilikləri vahid sistem daxilində dərk etməyə yönəldəcək. Bu baxımdan kitabın davamında təqdim olunan VM konsepsiyası yalnız nəzəri model deyil. O, reallığın fərqli sahələrdə necə təzahür etdiyini anlamağa imkan verən yanaşmadır. Bu yanaşmanı anlamaq üçün oxucu hazır qəliblərdən kənara çıxmalı, suallara yeni baxışla yanaşmalı və qəbul etdiyi bilikləri yenidən dəyərləndirməyə hazır olmalıdır. Çünki bu kitab cavab verməkdən daha çox bir şeyi təklif edir: anlamağı. 1. İ fəsil. VM nədir? Vahid informasiya enerji məkanı, kainatın vahid sistemi və varlığın əsas modeli. İnsan tarix boyu kainatı anlamağa çalışmışdır. Bu axtarış müxtəlif formalarda təzahür etmişdir. Fəlsəfi düşüncə, dini simvolika və elmi metodlar. Bu yanaşmalar fərqli dillərlə ifadə olunsa da, onların arxasında dəyişməyən bir sual dayanır: kainatın əsası nədir? Bu sual yalnız nəzəri maraqdan doğmur. O, insan şuurunun özünü və mövcudluğunu anlama ehtiyacının təbii nəticəsidir. Bu baxımdan təqdim olunan VM konsepsiyası, vahid informasiya enerji məkanı, müxtəlif bilik sahələrini qarşı-qarşıya qoymadan onları vahid sistem daxilində izah etməyə yönəlmişdir. 1. VM-in əsas prinsipi. VM yanaşmasına görə kainat təsadüfi maddi strukturların toplusu deyil. O, enerji və informasiyanın qarşılıqlı əlaqəsi əsasında formalaşmış vahid və nizamlı sistemdir. Bu modeldə enerji varlığın hərəkət və dəyişmə potensialını ifadə edir. İnformasiya isə bu enerjinin strukturunu, istiqamətini və təşkilini müəyyən edir. Məkan isə bütün bu proseslərin baş verdiyi vahid mühitdir. Beləliklə, kainat yalnız maddi obyektlərdən ibarət deyil, o enerji və informasiyanın strukturlaşmış bütövlüyüdür. 2. İlmi yanaşmalarla uyğunluq. Müasir fizika maddənin fundamental mahiyyətini yenidən qiymətləndirmişdir. Albert Einstein tərəfindən irəli sürülmüş E bərabərdir MC düsturu maddənin enerjinin sıxlaşmış forması olduğunu göstərir. Bu yanaşma maddənin əsas deyil, daha dərin səviyyədə yerləşən enerjinin təzahürü olduğunu ortaya qoyur. Kvant fizikasının inkişafı bu baxışı daha da genişləndirmişdir. Max Planck maddənin arxasında daha fundamental bir reallığın mövcudluğunu vurğulamışdır. Kvant sahə nəzəriyyəsinə görə kainatda tam boşluq mövcud deyil, hər nöqtə enerji sahələri ilə doludur və müşahidə etdiyimiz hissəciklər bu sahələrin lokal titrəyişləri kimi meydana çıxır. Bu baxımdan kainat pasiv boşluq deyil, aktiv və dinamik enerji mühitidir. 3. İnformasiya və kainatın strukturu. Müasir elmi yanaşmalar göstərir ki, kainat yalnız enerji sistemi deyil, eyni zamanda informasiya strukturudur. John Archibald Wheeler tərəfindən irəli sürülmüş yanaşmaya görə reallığın əsasında informasiya dayanır. Bu fikrə əsasən fiziki obyektlər ilkin deyil, onlar daha fundamental olan informasiya proseslərinin nəticəsidir. Maddə informasiyanın konkret formaya düşmüş vəziyyətidir. VM konsepsiyası bu yanaşmanı sistemləşdirərək kainatı informasiya ilə idarə olunan enerji sistemi kimi izah edir. 4. Dini mətnlərlə paralellər. Bu yanaşma yalnız müasir elmdə deyil, dini mətnlərdə də simvolik şəkildə ifadə olunmuşdur. Quranda kainatın ölçü və nizam əsasında yaradıldığı vurğulanır. Ol dedi və oldu ifadəsi isə yaradılışın informasiya prinsipi ilə əlaqəsini simvolik şəkildə göstərir. Eyni fikir Baybildə başlanğıcda söz var idi ifadəsi ilə təqdim olunur. Burada söz anlayışı, yaradıcı prinsip və ilkin informasiya kimi başa düşülə bilər. Bu paralellər göstərir ki, fərqli mənbələr eyni reallığı müxtəlif dillərlə izah etmişdir. 5. Şuur və VM. VM modelində insan şuuru xüsusi yer tutur. İnsan yalnız bioloji varlıq kimi deyil, informasiya qəbul edən və onu emal edən sistem kimi nəzərdən keçirilir. Neyrobiologiya beynin